Əgər fəaliyyətin ilkin illərində Münxen konferansiyasını sırf Avropa Birliyinin təhlükəsizliyi üçün formalaşdırsalar da, yəni ideya olaraq onun üçün nəzərdə tutulsa da, sonrakı mərhələlərdə dünyada da qlobal təhlükəsizlik mövzularını müzakirə edən bir platforma oldu və bu platformada ümumilikdə Avropa Birliyinin enerji təhlükəsizliyində vacib iştirakçı kimi Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu və bu regionun vacib yəni bu regionun təhlükəsizliyi üçün vacib hədələrdən biri olan Ermənistan-Azərbaycan münasibətlərində sərhəddəki gərginlik, Qarabağdakı qeyri-müəyyənlik və sair mövzuları çox aktualdır. Və o yüzden Münxen konferansiyasında, təhlükəsizlik konferansiyasında Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü həm gözləniləndir, həm də bu mərhələdə onun üçün bir ehtiyac var. Bu mərhələdə amma onu da qeyd etmək lazımdır ki, məhz Ermənistan tərəfinin adəti üzrə Avropadakı tədbirlər ərəfəsi bir təxribatları, hərbi təxribatları təcrübəsi var ki, qəribə tərzdə bu dəfə olmadı. Bu, onun əvəzinə hardasa bir ay bundan öncə Ermənistan Xarici İşlər Nazirliyinin mesaj kimi verdiyi güya Azərbaycana sülh sazişi ilə bağlı mətni göndəriblər və cavab gözləyirlər sualının həm də Nikol Paşinyan tərəfindən bu dəfə təkrarlanması ümumilikdə növbəti spekulyasiya kimi həm də güya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Ermənistan həm də təşəbbüskardır kimi bir görüntü göstərməyə çalışır ki, bu da növbəti spekulyasiyadır. Həm də bunu ona görə edir Nikol Paşinyan ki, məsələ ondadır ki, məhz 44 günlük vətən müharibəsi bitəndən sonra Ermənistan-Azərbaycan sərhədi boyu kommunikasiyaların ümumilikdə Ermənistanda güya müharibə zamanı dağılmış infrastrukturların bərpası adı altında o kommunikasiyaların inkişafı üçün maliyyə qoyuldu və daha da sonraki mərhələlərdə biz indi fevralın 20-sində ikinci dəfə Avropa Birliyinin bu dəfə daha açıq, yəni əvvəl mülki idi, amma bu dəfə isə yarım hərbi, hərbiləşdirilmiş missiyasının olmasını, məhz həmin ərazilərdə yerləşməsini müşahidə edirik və o yüzden Avropada Nikol Paşinyan güya sülh təşəbbüskarıdır kimi görüntü verməyə məcburdur və bu mərhələdə də onu verir. Sonraki mərhələlərdə ümumiyyətlə istər Avropa Birliyi və yaxud da Azərbaycan münasibətlərində görüşlərlə bağlı Azərbaycan tərəfinin burada təşəbbüslərlə bağlı da görüşlər olacaq. Bu mərhələdə Azərbaycanın Cənubi Qafqazdan keçən kommunikasiyaları hansında ki, Azərbaycan təşəbbüskardır. Ermənistanın rolu varmı? Ermənistan burada iştirakçı kimi nəzərdə tutulur, amma həm də burada məmnuniyyətlə iştirak etmirmiş kimi bir görüntü verir, amma həm də iştirakçıdır. Onu da qeyd etmək lazımdır. Sonraki mərhələlərdə bunun təsdiqlənməsini görəcəyik, çünki Türkiyədəki zəlzələdən istifadə edərək məhz yolların açılmasını həyata keçirdi. Əslində o xilas edicilər Türkiyəyə həm də belə deyək, məhz təyyarə yolu ilə də keçə bilərdilər. Bunun üçün xüsusi 30 ildir aktiv olmayan sərhədi açmağa ehtiyac da yox idi və təyyarə ilə də daha rahat keçə bilərdilər. Amma məsələ ondadır ki, bu Nikol Paşinyan və Ermənistan hakimiyyəti üçün post müharibə dövründə Ermənistanın atdığı pozitiv addımlar görüntüsündə bir görüntü yaratmağa çalışırdı ki, Münxen Təhlükəsizlik Konferansiyasında da məhz bu haqda danışacaqlar.